Aziya kitabının adıyla bağlı benim iki versiyam var idi. Bunun biri Rus əlifbasının birinci ve sonuncu hərfi. Birinci, onlarda indiki alfabet dedikleri, daha önce azbuka deyirlər. Ve o Rus azbukasında birinci ses az, sonuncu ses ya olarak bitir ve onları yan yana koyduğumuz zaman az ya olur. Az ve ya. İkinci varyant Asya varyantıydı, kıta olarak. Biz Asya kıtasında yaşadığımıza göre benim bir versiyama göre o Asya. Lakin üçüncü bir versiya var. Burada Hoca Süleymanovun bu kitabının 280. sayfasında rəqəmlərlə bağlı demek bazı iddialar ortaya atır ve burada iki rəqəmi müqayisə edir, paralellik yaparır Şumer dilindeki rəqəmlərlə. Şumercə as var, as. Bu bir demekti. Ön Türkçe'de de as bir anlamına gelirmiş. Şimdi dünyanın bütün dillerinde as bir nömrə olarak kabul edilir. Mesela idmançılara as idmançı, mesela pilotlara as pilot, kapitanlara as kapitan, komandaya as komanda filan. Yani burada artık as rəqəm olaraktan çıxıb gramatik baxımdan sifətə çevrilib. Yani as dediğin zaman ister-istemez o insanın, o komandanın, o vəzifə sahibinin, o məslək sahibinin öz işinde bir nömrə olduğunu gösterir ve burada 280. sayfada bakın burada, bu kitapta burada demek Hoca Süleymanov Şumercə as kelimesinin şəklini çekir. Hieroglif, Şumer hieroglifinde ve o şekil budur. As. Burada bir yazır. Görürsünüz. As. Bir. Ön Türkçe'de de as bu şekil yazılıp, bir şeklinde yazılıp ve Şumer hieroglifinde 10 rəqəmi bak bu şekil ifade edilir. Ben onu size gösteririm. Bak, bu şekil ifade edilir. Bak bu şekil görürsünüz. Bu. Bu 10 rəqəminə hieroglifdə U deyiblər Şumerlər. Alttaki ise Türkçe, ön Türkçe'de bu Türkçe runik əlifbasıyla, runik yazısıyla yazılan 10 rəqəmi. Türklər ərəb rəqəmlərini qəbul edene kadar özlerine məxsus 3 rəqəmlər olub. Biri as olub, bir anlamında, uş olub, yani 3 ve bu uş Şumerlerde de var ve U 10 ve bu U Şumerlerde de var ve onunla bağlı bak burada bu kitapta xüsusi bir cədvəl var. Daha evvelki videolarında ben onu size demiştim, arxivdə var, yani maraqlanmaq istəyən baxa bilər. Uş 3 kəlməsi Rusça yazmışdı. Tri, Şumercə uş ve Türkçe uş. Bu kitabın az bir anlamına gelir demek ki. Bu üçüncü versiyası az veya az. Bu bir anlamına gelir. Benim bir oxucum, dinleyicim var. O da Şumer tarixiyle, hieroglifiyle maraqlanır. O mənə yazdı ki, Şumercə 6 rəqəmi İA səsiyle ifade edilirmiş. Çok büyük ihtimal bu Asya kıtasının adı As 1 ve İA 6 rəqəmindən yaranıb. Bu 1 ve 6 rəqəminin anlamı nədir? Bunu hələ çözə bilməmişəm ki, bu nə anlam verir? Asya sözünü rəqəmə çevirdiğin zaman 1 ve 6 anlamına gelir.
İndi Orja Süleymanovun Sözün Kodu kitabı var. O kitabı mən hələ ki tapa bilməmişəm. Axtarıram. Və burada da bu sözlə bağlı bir bölüm var. O bölümdə də mən oxudum, onunla bağlı bir şey yoxdur. İndi o Sözün Kodu kitabını tapsam, çox güman ki, bu məsələyə tam aydınlıq gətirməsinə ən azından biraz yaxınlaşacağım. Demək ki, rəqəmlərlə bağlı Şumerlərlə Türklərin yazdıkları üst-üstə o həm Şumer əlifbasında, hieroglifində, həm də Türk runik hieroglifində 1 və 10 rəqəminin yazılış şəkli üst-üstə düşür. Dediyim kimi bir as demişlər və bu şəkil yazılmış. Görürsünüz 1. O 1. Bildiyimiz 1. Bu da U10 rəqəminin yazılış şəkli. Bu da Türk hieroglifində 10 rəqəminin yazılış şəkli. Biz 10 deyirik. Ön Türkçədə undur. Un. Bugünlük söylemek istediklerim bu kadar. Allah'a ısmarladık.